Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Müəllimlərin işə qəbulu və müəllimlərin sertifikasiya imtahanına hazırlaşan müəllimlərimiz üçün 50 sınaqdan ibarət bir sınaq hazırlamışam və mən ümidvaram ki, bu sınaqdan bir neçə sual imtahanda düşəcək. Çünki hər il buna bənzər və bu formada suallar çox düşür imtahanda. Və bu günləri mən həmin sualların sizə belə deyək, həm izahını, həm də cavablarını əlavə olaraq hansı açar sözlərlə yadda saxlamaq olar, onların aydın şəkildə izahını verəcəm. Və ilk sualımızdan başlayalım müəllimlər. Deyir ki, bir hərəkətin üzrü sayın. Bir hərəkətin icrası zamanı bir neçə hərəkə qabiliyyət tələb olunur. İlk öncə onu deyim ki, suala başlamamışdan öncə müəllimlər. Deməli, bildiyimiz kimi hərəkə qabiliyyətləri içərisində bədənin əyilmə qabiliyyətidir, çeviklikdir, qüvvədir, bir də dözümlüdür. Bunların hər birinin ümumi və xüsususu var. Və hər ildə mən deyərdim ki, imtahanlarda bunlardan bir sual düşür. 8 fikirdir, cümlədir, bunlardan biri düşür. Və bunun üçün də mən ilk 8 sualda bu hərəkə qabiliyyətlərin ümumi və xüsusunu hazırladım və bu günlərin mən sizə hansı açar sözləri yadda saxlamağı da deyəcəm. Elə birinci sualdan baxaq. Deyir ki, bir hərəkətin icrası zamanı bir neçə hərəkə qabiliyyət tələb olunur. Hərəkətin təyinatından asılı olaraq hər hansı hərəkə qabiliyyətə aid ola bilər. Və dayaq hərəkət aparatının deyil, nisbətən iri oynaqlarında hərəkətin maksimal amplitudası ilə müəyyənləşdirilir. Bu xüsusiyyətlər deyir, hansı hərəkə qabiliyyətə aiddir? Bax müəllimlər, bir hərəkətin icrası var, bir neçə hərəkə qabiliyyət deyirsə, təbii ki, bunu biləcəyik biz xüsusi yox, ümumidir. Bundan başqa, deyir, hərəkətin təminatı asıl olaraq, baxın, hər hansı hərəkə qabiliyyəti də aid ola bilər. Bu da ümumi olacaq. Və bundan savayı, əgər deyirsə ki, iri oynaqlar, baxın, iri oynaqlar, üzərinə əlavə olaraq maksimal amplitudadır, iri oynaqlardır. Bunlar harda var idi? Bədənin əyilmə qabiliyyətində və bir neçə hərəkə qabiliyyət deyirsə, hər hansı hərəkə qabiliyyətə aid ola bilər deyirsə, təbii ki, bu sualın cavabı müəllimə nə olacaq? Ümumi əyilmə qabiliyyəti olacaq. B variantı. Keçək indi ikinciyə. İkincidə təbii ki, cavabı xüsusi əyilgənlik olacaq. Görək necə? Deyir ki, hər hansı hərəkə fəaliyyəti icra üsulunun müvafiq amplituda da yerinə yetirilməsi ilə təyin olunur. Və hərəkətin təyinatına görə deyir, bədənin əyilmə qabiliyyətini inkişaf etdirir. Düzdür, olar ki, imtahanda heç bu nöqtəyə qədər, hazırladığım hissəyə qədər düşər sual. Heç ardında deməz ki, hərəkətin təyinatına görə bədənin əyilmə qabiliyyətini inkişaf etdirir. Amma yenə biz desək ki, hər hansı hərəkət fəaliyyətini deyirsə, icra üsulunun müvafiq amplituda, bax, müvafiq amplituda yerinə yetirməsi desə, biz bunun cavabını xüsusi əyilmə qabiliyyəti götürəcəyik. Üçüncü, və bir də müəllimlər, bu bədənin əyilmə qabiliyyəti, çeviklik, bir də dözümlükdə müəyyən açar sözlərlə yadda saxlamaq olur, amma bir qüvvənin ümumisi var ki, orada açar söz yoxdur, ancaq bunu əzbərçi formada, bu formada yadda saxlaya bilərik ki, deyir ki, bir hərəkətin icrası zamanı deyir, bir neçə hərəkə qabiliyyət tələb olunur. Bu, ümumi qüvvə qabiliyyətinin açıqlamasıdır. Və yaxud da ardına baxın, deyir ki, hərəkətin təyinatından asılı olaraq hər hansı hərəkə qabiliyyətə aid ola bilər. Məsələn, deyir, qaçışda, qaçaraq uzunluğa tullanmada və s. Bunlar ümumi qüvvə qabiliyyətinin açıqlamasıdır. Amma xüsusi qüvvədə yadda saxlayacaq. Deyir ki, hərəkətin təyinatına görə deyir, ancaq qüvvə qabiliyyətini inkişaf etdirir. Məsələn, deyir, turnikdə dartınma, uzanıqlı vəziyyətdə gövdənin yığılıb açılması. Yəni, turnikdə dartınma hansı ətraf idi? Yuxarı ətraf. Bəs uzanıqlı vəziyyətdə gövdənin bükülüb açılması, bu da qüvvənin ön əzələ qüvvəsini inkişaf etdirirdi. Təbii ki, bu sualın cavabı da olacaq nə? Xüsusi qüvvə qabiliyyəti. Keçək 5-ci suala. Deyir ki, İnsanın müxtəlif hərəkə fəaliyyətinin idarə olunması və tənzimlənməsinə hazırlığı kimi dəyərləndirilir. Bu xüsusiyyətlər hansı hərəkə qabiliyyətə aiddir? Baxın, müxtəlif hərəkə fəaliyyətlərin deyir, idarə olunması və tənzimlənməsi təbii ki, ümumi çeviklikdir. 6-cı suala baxaq. Hər hansı ixtisas sahəsində hərəkə fəaliyyətinin idarə olunması və tənzimlənməsi qabiliyyətidir. Bu qabiliyyətdə, bu xüsusiyyətlər deyil, hansı hərəkə qabiliyyətə aiddir? Xüsusi çevikliyə. Bax, desək ki, hər hansı ixtisas sahəsində hərəkə fəaliyyətinin idarə olunması və tənzimlənməsi, bu xüsusi çeviklikdir. Amma ümumi olaraq desək, müxtəlif hərəkə fəaliyyətinin idarə olunması, tənzimlənməsi, bu zaman ümumi çeviklik deyərsiniz. Deməli, müxtəlif olanda ümumi çeviklikdir. İxtisas sahəsində desə isə xüsusi çeviklikdir. 7-ci suala baxaq. Deyir ki, nisbətən aşağı intensivlikli fiziki üçün davamlı icrası zamanı təzahür etdirilən qabiliyyətdir. Vaxt nəzərə alınmadan
uzun müddət ərzində yerinə yetirilən hərəkətlərə aiddir. Bu xüsusiyyətlər deyir, hansı hərəkət qabiliyyətə aiddir? Müəllimlər, nisbətən aşağı intensivdə fiziki üçün uzun müddətli icrası ümumi dözümlülük xüsusiyyətidir və ümumi dözümlülük silsiləli hərəkətlər inkişaf etdirir. Bəs sual olsa ki, silsiləli hərəkətlər hansılardır? Bunlara misal olaraq biz qaçış, yeriş, sonra belə deyək, qaçış, yeriş, velosiped sürmək, üzgüçlük və s. Bu kimi hərəkətlər silsiləli hərəkətlər gedir. Və silsiləli hərəkətlərdə elə məhz qüvvə üzr istəyirəm, ümumi dözümlülük inkişaf etdirir. Amma xüsusi dözümlükdə görün nə deyir? Deyir ki, hər hansı idman növündə hərəkətin yarış şəraitinin tələblərinə müvafiq icra rejimi zamanı təzahür etdirilən qabiliyyətdir. Yəni, hər hansı idman növündə yarış şəraitinin tələblərinə uyğun olur. Bu artıq olacaq nə? Xüsusi dözümlülük. 9-a baxalım. Deyir, buraya bütün dərslərdə istifadə olunan sıra və ümumi inkişaf hərəkətləri daxildir. Bu xüsusiyyətlər deyir, verilmiş variantların hansına aiddir? Ümumiyyətlə, resurslar müəllimlər, dərsin məzmunudur, az standartların reallaşdırması üçün lazımdır və resurslar iki formada olur. Var ümumi resurslar, var xüsusi resurslar. Bizdə də burada dərsdə istifadə olunan deyir, sıra və ümumi inkişaf hərəkətlər hansına aid olduğunu soruşursa, bu artıq ümumi resurslara aid olacaq. Yəni, dərsdə istifadə olunan sıra və ümumi inkişaf hərəkətləri nəyə aiddir? Ümumi resurslara. Ona baxaq. Deyir, buraya dərsin əsas hissəsi üçün seçilmiş, kömək, əsas, hazırlayıcı hərəkətlər və qiymətləndirmə normativləri daxil edilmiş hərəkətlər aiddir. Bu xüsusiyyətlər deyir, aşağıdakılardan hansına aiddir? Yəni, dərsin əsas hissəsində tətbiq olunan ki, seçilmiş kömək hərəkətləri var, ha müəllimlər. Əsas hərəkətlər, hazırlayıcı hərəkətlər, həmçinin qiymətləndirmə hərəkətlər. Bunlar xüsusi resurslara aiddir. Yəni, cavab olacaq nə? Xüsusi resurslar. 11. Deyir, şagirdlərin hərəki fəaliyyətinin dəstək təşkili, istiqamətləndirilməsi və tənzimlənməsi üçün tətbiq olunan deyir, sərəncam və əmr formasında verilən komandalara müvafiq icra edilən hərəkətlər hansıdır? Təbii ki, sıra hərəkətləri. Sıra hərəkətləri həm sərəncam və əmr formasında verilir, həm də şagirdlərin dəstə təşkilini, fəaliyyətinin təşkilini, istiqamətləndirilməsi və tənzimlənməsi kimi işləri görür. 12. Struktur cəhətdən deyir, əsas hərəkətə uyğun olan, dərsin əsas hissəsində deyir, tətbiq ediləcək oyun, hərəkət kompleksi və s. icra edəcək əsas əzələ qruplarının qızışdırılması və uğurlu icraya hazırlaşdırılması məqsədi ilə istifadə olunan deyir, hərəkətləri seçin. Müəllimə, bax, dərsin deyir, əsasda tətbiq edəcək hər hansı bir oyuna, hərəkətə uyğun, əgər əzələlərin qızışdırılırsa, bu hazırlayıcı hərəkətlər olacaq. Bəzi müəllimlər var ki, bu hərəkətləri əsas hərəkətlərlə və ya ümumi hərəkətlərlə qarışdırırlar. Qarışdırmayın. Onları da indi az sonra daha doğrusu deyəcəm, izahını verəcəm. Hansı açar sözlərlə yadda saxlamaq lazımdır. Əgər yenə deyirəm, dərsin əsas hissəsində tətbiq ediləcək hərəkətə, hər hansı bir belə deyək, oyuna uyğun əzələni qızışdırırsansa, hazırlaşdırırsansa, bu hazırlayıcı hərəkətlər olacaq müəllimlər. Təbii ki, 12-ci sualın cavabda C variantı olan nə olacaq? Hazırlayıcı hərəkətlər. Sonra 13-ə baxaq müəllimlər. Deyir ki, mürəkkəb quruluşlu icra üsullarının öyrədilməsi zamanı deyir, texniki elementlərin mənimsənilməsi və təkmilləşdirilməsi məqsədi ilə istifadə olunan hərəkətlər kompleksidir. Bu xüsusiyyətlər hansı hərəkətlərə məxsusdur? Baxın, müəllimlər, mürəkkəb söz nə deməkdir? Sinonimi. Çətin. Əgər şagird hər hansı bir hərəkətin icrası zamanı çətinlik çəkirsə, mürəkkəbdirsə o hərəkət, müəllim nə edəcək ona? Yaxınlaşıb kömək edəcəkmi? Bəli, edəcək. Ona görə mürəkkəb quruluşları icra üsullarının öyrədilməsi zamanı elementlərin mənimsənilməsi və təkmilləşdirilməsi məqsədilə istifadə olunan hərəkətlər də məhz olacaq nə? Köməkçi hərəkətlər A variantında. Sonra 14. Orqanizmin deyir, ümumi fiziki hazırlığını ayrı-ayrı əzələ qruplarının hazırlıq səviyyəsini yüksəltmək məqsədi ilə istifadə olunan müxtəlif idman növlərinə aiddir hərəkətlər kompleksidir. Bu ifadə deyir, hansı anlayışa aiddir? Bax, orqanizmin, müəllimlər, orqanizm ümumi fiziki hazırlığı, açar söz, həmçinin ayrı-ayrı əzələ qruplarının hazırlıq səviyyəsini deyir, yüksəldirsən. Biz orqanizmi niyə hazırlayırıq? Niyə əzələ qruplarını qızışdırırıq? Ki, dərsin hazırlayıcı hissəsindən sonraki dərsin məqsədini reallaşdıracaq ki, var ha, həmin zaman zədələnmələrin qarşısını almaqdan ötürüdür. Yəni, hər hansı bir sınıq-çıxıq olmasın, təhlükəsizliyin qarşısını almaq. Və orqanizm ümumi fiziki hazırlığı deyirsə, bu olacaq ümumi inkişaf hərəkətləri müəllimlər. Düzdür, dərsin əsas hissəsinə uyğun, hərəkətlərinə uyğun desə əzələnin qızışdırılması deyəcək hazırlayıcı hərəkətlər, amma orqanizmin ümumi fiziki hazırlığında əzələlərin qızışdırılması desək, bu zaman olacaq nə? Ümumi inkişaf hərəkətləri. Cavab oldu ümumi inkişaf hərəkətləri.
15. Ayrı-ayrı hərəkət qabiliyyətinin deyil, inkişafına yönəlmiş, icra rejimləri əvvəlcədən müəyyən olunmuş, ardıcıllıqla və intensivlə müvafiq yerinə yetirilən hərəkətlər kompleksi hansıdır? Baxın müəllimlər, ayrı-ayrı hərəkət qabiliyyətlərinin inkişafına yönəlmiş. Həmçinin deyir icra rejimi. Bu xüsusi hərəkətlərdir. Burada əlavə olaraq cümlədə ola bilər deyər ki, xüsusi qruplarda olan psixi qüsurlu şagirdlərlə çalışmaq da desə, bunlar xüsusi hərəkətlər olacaq müəllimlər. Baxın, icra rejimləri əvvəlcə müəyyən olunmuş nə deməkdir? Əgər xüsusi qruplarda hər hansı bir psixi qüsurlu şagirdlərlə məşğulsansa, sən o qüsurları aradan qaldırmaq üçün sən bir tədbirin planın olmalıdır. O icra rejimini əvvəlcədən sən müəyyən edirsən. Və bu da hansı hərəkətlərin xüsusiyyəti olacaq? Xüsusi hərəkətlərin. 16. Dərsin deyir məqsədinin reallaşdırılması. Bax, dərsin məqsədini reallaşdırırıq. Sonra reallaşdırması üçün seçilmiş icra üsullarının öyrədilməsi, təkmilləşdirilməsi, həmçinin baxın, hərəkət qabiliyyətlərinin inkişafına yönəlmiş hərəkətlər kompleksidir. Deyir, bu xüsusiyyətlər hansı hərəkətlərə daxildir? Əgər biz hərəkət qabiliyyətləri belə deyək, inkişaf etdiririksə, həmçinin dərsin məqsədini reallaşdırırıqsa, təbii ki, bu nə olacaq? Əsas hərəkətlər olacaq. Belə yadda saxlayın. 17. Fiziki gücdən sonra deyir, orqanizm bərpasına yönəlmiş tənəffüs hərəkətləri və əzələlərin boşaldılması məqsəd ilə icra edilən hərəkətlərdir. Bu hərəkətlər deyir, hansı kateqoriyaya aiddir? Əgər şagird yorulubsa, tənəffüs ritmi pozulubsa, biz əvvəlki orqanizm funksional formanı biz əvvəlki vəziyyətə qaytaracaqsa, bu dərsin belə deyək, tamamlayıcı hissəsində olacaq. Və tamamlayıcı hissəsində bizim də gördüyümüz bu orqanizm bərpasına çalışırıqsa, tənəffüs hərəkətləri yerinə yetiririksə, əzələləri boşaldıcı məqsədi ilə edilən hərəkətlər ediriksə, bu təbii ki, olacaq nə? Bərpa edici hərəkətlər. 18. Şagirdin fiziki hazırlıq səviyyələrini, ayrı-ayrı hərəkət qabiliyyətlərin, inkişaf dinamikasını qiymətləndirmək üçün istifadə olunan hərəkətlər hansılardır? Müəllimlər, şagirdlərin fiziki hazırlıq səviyyəsini ölçmək üçün misal üçün biz deyə bilərik ki, summativ qiymətləndirmə, formativ, diaqnostik, testləşmə, sual-cavab. Bunlardan istifadə edirsə müəllim, təbii ki, bu hərəkətlər resurslarda aid olacaq qiymətləndirmə hərəkətlərinə. Yəni bu sualın cavabı da nə olacaq? Qiymətləndirmə hərəkətləri. Sonra 19. Deyir ki, dərsin getişi prosesində ayrı-ayrı şagirdlərə verilən müxtəlif tapşırıqlar, ev tapşırıqları, xüsusi qruplara aid olan şagirdlərlə iş zamanı istifadə olunan forma fiziki tərbiyənin hansı tədris formasına aiddir? Müəllimlər, fiziki tərbiyənin ümumiyyətlə 3 tədris forması var. Var frontal, var qrup, bir də var fərdi qrup, fərdi forması. Və burada da bizdən soruşursa ki, əgər ayrı-ayrı şagirdlərə müxtəlif tapşırıqlar verirsə, ev tapşırığı verirsə, həmçinin xüsusi qruplarda şagirdlərlə iş zamanı istifadə ediriksə, bu olacaq fiziki tərbiyənin fərdi tədris forması olacaq. Yəni, bu sualın cavabı da dərsin fərdi forması, Y variantı. Sonra 20. Deyir, fərdi kiçik qruplar və komandalar arasında keçirilən yarışlar formasında icra oluna bilər və həm oynaqların mütərrikliyinə, həm də əzələ bağ aparatının deyir, elastikliğinə şərait yaradır. Bu xüsusiyyətlər deyir, hansı hərəkətlərə aiddir? Burada fərdi kiçik qruplar və komandalar arasında var. Həmçində deyir, mütərriklik var. Bax, həm oynaqların mütərrikliğinə, həm də əzələ bağının elastikliğinə şərait yaradır. Burada bir hərəkət var, müəllimlər. Bir hərəkət olduğu üçün qrup formasında, oyun zamanı, yarış zamanı olduğu üçün bunlar olacaq dinamik hərəkətlər. Amma statik hərəkətlərdə isə, bax, 21-ci suala baxalım. Daha çox deyir, bir oynaq və onu əhatə edən əzələ bağının mütəhərriki və elastiklik dərəcəsini artırmaq məqsədi ilə tətbiq olunan hərəkətlərdir. Yəni, burada bir hərəkət yoxdur. Amma 20-ci sualda deyir ki, fərdi kiçik qruplar və komanda arasında yarışlar, oyunlar keçirilir. Burada bir dinamik olduğuna görə dinamik hərəkətlər, amma bir oynaq və əhatə edəcək əzələ bağ aparatının mütəhərriklik deyirsə, bu olacaq statik. 22-ci suala baxalım indi müəllimlər. Deyir ki, fiziki tərbiyədə müəllim dərsə başlamazdan əvvəl deyir, avadanlıqları yoxlamır. Dərs zamanı şagird nasaz gimnastika alətindən istifadə edərək deyir, zədələnir. Bu hadisənin qarşısını almaq üçün hansı mərhələdə düzgün tədbir görülməlidir? Deməli, müəllim avadanlıqları dərsdən başlamazdan əvvəl yoxlamır və hər hansı bir şagird də artıq gimnastika alətində istifadə edən zaman zədələnir. Və deyir, bu hadisənin deyir, qarşısını almaq üçün deyir, hansı mərhələdə nə iş görülməlidir, müəllim nə etməlidir? Burada cavab müəllimlər. Dərsə hazırlıq mərhələsindədir. Bəli, dərsə hazırlıq mərhələsində müəllim avadanlıqları yoxlamalı idi və dərsin sonunda isə avadanlıqları bir yerə yığılıb və təhlükəsiz bir məsafədə yerləşdirilməlidir. Cavab olacaq dərsin hazırlıq mərhələsində. 23. Deyir, fiziki tərbiyədə şagirdlərdən biri dərs zamanı deyir, saat və asma sırığı ilə məşq edir və hərəkət zamanı zədələnir. Bu hadisə hansı təhlükəsiz qaydaların pozulmasıdır? Ümumiyyətlə, şagirdlər
məşqə başlamazdan əvvəl üzərində olan hər hansı bir dəlici, deşici, yaralayıcı və yaxud da sırğa olsun, saat olsun, qələm olsun, bunların hər birinin üzərindən çıxarmalıdır və sumkasına, çantasına belə deyək, qoymalıdır. Yəni bunlar üzərində olarsa şagird məşq zamanı, hərəkət zamanı şagirdin həyatı üçün hər hansı bir təhlükə yarada bilər və zədələnməyə gətirib çıxarda bilər. Və burada da şagird dərs zamanı əgər deyir saat və asma sırğa ilə məşq edib hərəkət zamanı zədələnirsə, bunun səbəbi də, cavabı da olacaq nə? Geyim və gigiyena qaydalarına, baxın burada, geyim və gigiyena qaydalarına riayət etməməyə. Cavab budur. 24. Fiziki tərbiyə dərsində deyir, müəllim dərsə başlamazdan əvvəl deyir, zalı yoxlayarkən döşəmənin deyir, bir hissəsinin nam olduğunu görür. Lakin vaxt itirməmək üçün dərsi başlayır. Qaçış zamanı şagirdlərdən biri sürüşərək zədələnir və bu situasiyada deyir, müəllimin əsas vəzifə pozuntusu hansıdır? Bəli, müəllim zala girməmişdən öncə zalı yoxlamalıdır, təhlükəsiz olmalıdır, zal təmiz hava formasında olmalıdır, işıqlı olmalıdır. Bundan savayı zalda döşəmələr sürüşkən və təmiz olmalıdır, nəm olmamalıdır. Burada da müəllim deyir, tələsir, zalın deyir, nəm olduğunu görür, lakin hər hansı bir təhlükəni aradan qaldırmadan dərsinə başlayır və hər hansı bir şagirdə sürüşərək zədələnir. Və burada deyir, müəllimin deyir, vəzifə pozuntusu nədir? Təbii ki, B variantında təhlükəsizlik yoxlanmasını tam aparmamaq. Bəli, təhlükəsizlik tam müəllim yoxlayıb, ondan sonra dərsə başlamalıdır. 25. Deyir, fiziki tərbiyə dərsində deyir, müəllim müxtəlif fiziki hazırlıq səviyyəsinə malik şagirdlərə eyni intensivdə tapşırıq verir. Bir neçə zəif hazırlıqlı şagird məşqi tam yerinə yetirə bilmir və zədələnmə riski gəlir. Bu situasiyada deyir, hansı prinsip pozulmuşdur? Yəni müəllim deyir, nəyi pozmuşdur? Müəllimlər müxtəlif, yəni fərqli xüsusiyyətə, potensial malik olan şagirdlərə eyni intensivlikdə, eyni səviyyədə belə deyək, yüklənməsi olan hərəkət vermək olmaz. Təbii ki, burada müəllim hansı prinsipi pozub? Fərdi yanaşma prinsipini neyini pozub? Cavab da olacaq B variantında fərdi yanaşma prinsipi. Sonra 26-cı suala da baxaq. Deyir ki, fiziki tərbiyə dərsində deyir, şagirdlər məşq zamanı zarafatla bir-birini itələyir. Bu nəticədə toqquşma baş verir. Bu vəziyyətdə deyir, hansı təhlükəsizlik qaydası pozulmuşdur? Bax, şagirdlər məşq zamanı zarafat edirlər və bir-birini itələyirlər. Burada da nə olur? Toqquşma baş verir. Təbii ki, burada nizam-intizam qorunması qaydası müəllimlər pozulur. Cavab olacaq C variantı. Nizam-intizam qorunması. Bütün şagirdlər dərs müddətində bir-birinə zarafat etməməlidirlər, təhlükəsizlik qaydalarına riayət etməlidirlər, nizam-intizama riayət etməlidirlər. Bunlara riayət etməsə hər hansı bir zədələnmə baş verə bilər. Sonra deməli 26-nı oxudu, 27. Fiziki tərbiyə dərsində deyir. Sonra müəllim avadanlıqları yerinə yığmadan zalı tərk edir. Olmaz amma. Sonra deyir, növbəti dərsdə şagirdlərdən biri alətə ilişərək zədələnir. Bu hadisənin səbəbi nədir? Bəli, demişdik axı. Müəllim dərsdən sonra avadanlıqları nə etməlidir? Yerinə yığmalıdır və təhlükəsiz məsafədə zalda yerləşdirilməlidir. Təbii ki, burada cavab olacaq C variantı, avadanlıqların dərsdən sonra yığılmaması. Bunun səbəbidir ki, yəni müəllim dərsdən sonra avadanlığı yığmayıb ki, hər hansı bir şagird də alətə ilişərək neynir? Zədələnir. 28. Fiziki tərbiyə dərsində deyir, məşq zamanı yanğın siqnalı verilir. Lakin bəzi deyir, şagirdlər müəllimin göstərişini gözləyərək məşqi davam etdirirlər. Bu halda düzgün davranış hansıdır? Deyir, məşqi bitirib sonra çıxmaq. Məşqi bitirib sonra çıxana qədər artıq belə deyək, həyat üçün hər hansı bir sağlamlıq üçün təhlükə olacaq, bəlkə də məşq edənlər yanılacaq. Olmaz. Bu düzgün cavab deyil. Sonra B, müəllimi gözləmək. Müəllim gözləyənə qədər sən yanılsan, olmaz. C-də deyir, məşqi davam etdirmək. Xeyr, bu da olmaz. E-də deyir, avadanlıqları yığmaq. Cəmaatcan hayındadır. Nə avadanlığı yığarsan, burada yanğın baş verib, sən özünü təhlükəsiz bir əraziyə çıxartmalısan. Bu da deyil. D variantında deyir ki, amma dərhal məşqi dayandırıb binanı tərk etmək. Bəli, hər hansı bir fövqəladə vəziyyət baş verdikdə və ya da yanğın baş verdikdə, istər müəllim olsun, istərsə şagirdlər olsun, zalı tərk etməlidirlər. Dərs dayanıb, zalı tərk etməlidirlər və təhlükəsiz bir əraziyə çıxmalıdır. Cavab oldu, dərhal məşqi dayandırıb binanı tərk etmək. 29-da deyir, fiziki tərbiyə dərsində deyir, şagirdin burun qanaxması zamanı müəllimin deyir, ilkin olaraq şagirdin başını bir qədər önə əyir və bunun deyir, yuxarı hissəsini sıxır. Bu vəziyyətdən sonra müəllimin deyir, növbəti düzgün addımı hansı olmalıdır? Bax, deyir, şagirdi uzadıb ayaqlarını yuxarı qaldırmaq, xeyr, bu mənasızdır. Şagirdin başını arxaya əymək, bu da olmaz. Ümumiyyətlə, burun qanaxması zamanı müəllimlər, başı bir qədər önə əyib, qanın gəlməsinə nail olmaq lazımdır. Başı arxaya da aparmaq olmaz.
Buruna pambıq tıxamaq və ya da tampo qoymaq, nə bilim, buruna belə deyək ki, aşağı burun dəliklərini sıxmaq da olmaz. Amma yuxarı nahiyədən burnu bir qədər sıxmaq olar. Həmçinin burnun üzərinə, boyun arxasına, yəni ensə nahiyəsinə bu hissələrə soyuq kompres, buz və ya da qar qoymaq olar. Burada cavab müəllimlər B variantında deyir ki, burnun üstünə və ensə nahiyəsinə soyuq kompres qoymaq lazımdır. Doğru cavab budur. 30. Fiziki tərbiyə dərsində deyir, şagird qaçış zamanı yıxılır və diz nahiyəsində deyir, səthi qanaxma. Səthi nə? Yəni kapilyar müşahidə olunur. Bu vəziyyətdən sonra deyir, müəllimin ən düzgün addımı hansı olmalıdır? Müəllimlər, yəni bildiyimiz qədər 3 qan damarımız var ki, bunlar kapilyardır, venozdur, bir də arteriyardır. Kapilyar ən üst səthdə, yəni dəri altında ən çox geniş yayılmış bir qan damarıdır və qanaxma zamanı tez laxtalanan, həmçinin damcı halında olan bir qanaxmadır. Venoz isə oksigenlə zəngin olmayan, yapışqan formada olan, tünd qırmızı olan və işlənmiş qanı orqanlardan ürəyə daşıyan qan damarıdır. Arterial qan damarı isə pulyasiya kəsildikdə, yəni zədələndikdə pulyasiya fontan formasında vurulan belə qanaxmadır. Qanı ürəkdən orqanlara daşıyır, açıq qırmızı olur və oksigenlə zəngin olur. Burada isə bizdə deyir ki, səthi qanaxma baş verir. Və deyir, müəllimin deyir, ən düzgün addımı hansı olmalıdır? Təbii ki, yaranı yodla silib, işləyib, sarğı qoymaq lazımdır. Yəni, elə bir həyatı üçün təhlükəli qanaxma baş verməyib. 31. Fiziki tərbiyə dərsində deyir, şagirdin qolunda güclü qanaxma baş verir. Artıq baxın, növbəti sualda nə dedi? Güclü qanaxma baş verir. Və qan deyir, açıq qırmızı. Açar sözə baxın, açıq qırmızı rəngdə və baxın, fəvvarə şəklində axır. Bu vəziyyətdən sonra müəllimin deyir, ən düzgün addımı hansıdır? Təbii ki, deməli, açıq qırmızıdırsa və pulyasiya formasında və fəvvarə şəklində axırsa bu qanaxma həyatı üçün təhlükəlidir və bu qanaxma arterial qanaxma gedir. Buna görə də belə deyək, bunun cavabı olacaq ki, baxın, arteriyanı sümüyə sıxmaq. Hər hansı bir əlaltı vasitə ilə qanı ürəyə yaxın olan hissədən və ya da qanaxmadan yuxarı hissədən dar sıxıcı bir nə ilənsə belə deyək də, jigutla, kəmərlə olsun, hər hansı bir parça vasitəsilə olsun, nə etməliyik? Sıxıb qanaxmanı saxlamalıyıq. 32. Fiziki tərbiyyədə deyir, dərsində şagird topla oynayarkən deyir, ayağını burxur və hərəkət zamanı deyir, kəskin ağrı hiss edir. Bu vəziyyətdən sonra müəllimin ən düzgün davranışı nə olmalıdır? A-da deyir ki, oynağı zorla hərəkət etdirmək. Xeyr olmaz. Daha çox belə deyək, burxulmanın artırarsan, ağrını artırarsan, zülm edəsən şagird olmaz. B. Burxulmanı yerinə düzəltmək. Xeyr, bu sənin vəzifən deyil. Sən müəllimsən. İlkin tibbi yardım kimi hər hansı bir köməkliyi göstərə bilərsən. Amma burxulmanı yerinə düzəltməyə və ya da sınığı düzəltməyə və ya da çıxır yerinə salmaq oynağa olmaz. Bu müəllimin vəzifəsinə aid olan bir xüsusiyyət deyil. Bunlar həkimin vəzifəsidir. Düzdür, müəllim hər hansı bir ilkin tibbi yardım etməlidir, amma baxır necə. Sonra deyir, şagirdi qaçırtmaq, bu təbii ki, ayağını burxub, hara durub qaçır. Sonra isti kompres qoymaq mənasız olaraq, amma C variantında deyir ki, zədələnmiş sahəni fiksə edib, sakitlik vermək. Bəli, fiksə etməlisən, şinə qoymalısan, yəni hər hansı bir hərəkətsiz vəziyyətə gətirməlisən və sakitlik verməlisən. Müəllimin ilk vəzifəsi bu olacaq. 33. Fiziki tərbiyə dərsində deyir, şagird yıxılaraq qolunda açıq sınıq alır və sümük ucu dərini zədələyir. Bu vəziyyətdən sonra müəllimin ən düzgün addımı hansıdır? Ümumiyyətlə, sınıqlar müəllimlər iki formada olur. Var açıq sınıqlar, var qapalı sınıqlar. Ən təhlükəlisi olan, həyat üçün təhlükə yaradan açıq sınıqlardır. Çünki niyə? Ona görə ki, açıq sınıqlar həm dərini, həm əzələni, həm qan damarlarını, həm də sinir sistemini zədələyir. Bu da həyatı üçün təhlükəlidir. Burada da deyir, açıq sınıq olur və sümük ucu deyir, dərini zədələyir deyir. Bu vəziyyətdə müəllimin ən düzgün addımı nə olacaq? Təbii ki, yanını təmizləyib qanaxmanı dayandırmaq lazımdır və belə deyək də, həmin sümüyün ətrafına bir sarğı qoymalıdır, belə deyək, və nə etməlidir? Şinada qoymalıdır, tərpənməz vəziyyətə gətirməlidir sümüyü, bundan savayı sümüyün ətrafını hər hansı bir topası ilə sarmalıdır, qanaxmanın, belə deyək, qarşısını almalıdır. Cavab B variantı olacaq. 34. Fiziki tərbiyə dərsində deyir, şagird yıxıldıqdan sonra deyir, huşunu itirir. Bu vəziyyətdən sonra müəllimin ilk görəcəyi tədbir hansıdır? Bu vəziyyətdə müəllim ilk növbədə şagirdin tənəffüs və müəllimlə nəbzini yoxlamalıdır, nəzarət etməlidir bu zaman, huşunu itirən zaman. Cavab olacaq C variantı. 35. Fiziki tərbiyə dərsində deyir, şagirdin qolunda deyir, qanaxmanı dayandırmaq üçün jiqut qoyulur. Bu vəziyyətdən sonra müəllimin hansı vacib qaydaya əməl etməlidir? Təbii ki, jiqut qoyulduqdan sonra vaxtı qeyd etmək lazımdır. Həmçinin o jiqutu orada 1,5, yəni saat yarım və 2 saatdan artıq saxlamaq olmaz. Cavab da burada
Olacaq jgutun qoyulma vaxtını qeyd etmək və 1,5-2 saatdan artıq saxlamamaq jgutu. 36. Tarazlıq vəziyyətindən, müəllimlər, tarazlıq vəziyyətindən uzaqlaşdığı nöqtələr arasındakı məsafə hərəkətin son həddi. Təbii ki, bədənin əyilmə qabiliyyəti olan bir xüsusiyyətdir bu. Bu deyir, nəyin tərifidir? Və bir neçə il mən deyərdim ki, imtahanda düşmüş sualdır. Bu amplituda deməkdir. Yəni tarazlıq vəziyyətindən uzaqlaşdığı nöqtələr arasındakı məsafə hərəkətin son həddi, amplitudanın tərifidir. 37. Deyir, qövs ilə bədənin maksimal dərəcədə arxaya dayağa doğru əyilməsi nəyin tərifidir? Qövs ilə bədən, bu da bədən əyilmə qabiliyyətinə aid olan bir hərəkətdir, müəllimlər. Bu, körpü vəziyyətinin formasıdır. Bəli, körpü vəziyyətində şagird qövs ilə bədəni maksimal dərəcədə arxaya dayağa aparacaq, əllərini yerə qoyacaq. Bu olacaq nə? Körpü. 38. Yadro itələnən dairənin kənarına bərkidilmiş alətin adı nədir? Müəllimlər, bir neçə variant verilir. Bax, burada motor sıxlığı o deməkdir ki, dərsdə hərəkətlərin icrası üçün sərf olunan vaxtın ümumi dərsin vaxtına, belə deyək, nisbətidir. Məsələn, özünə nəzarət nədir? Özünə nəzarətin iki metodu var. Var subyektiv, var obyektiv. Subyektiv metod özümüzlə bağlı olan bir haldır. Yəni, yuxu, iştah, əhval-ruhiyyə, aqressiya və s. ola bilər. Amma obyektiv metod dedikdə isə müəyyən ölçmələrdən istifadə edərək sürəti, çevikliyi, yəni bu hərəkət qabiliyyətləri və yaxud da ki, nəbz vurğusunu ancaq həyat ölçmək məqsədi ilə istifadə olunan metod isə müəllimlər obyektiv metoddur. Sonra qantiqap nədir? Qantiqap start zamanı iki idmançı arasında saxlanılan məsafələrlə olan bir qaçışdır. Segment isə artıq yadro itələnən dairənin kənarına bərkidilmiş müəllimlər alətin adıdır. Cavab olacaq nə? Segment. Sonra bir də burada variasiyanın izahını vermədim. Hə, variasiya isə müəllimlər. Bax, var təqəllüz, var variasiya. Bəzi müəllimlər qarışdırır. Təqəllüz əzələci qışmasıdır. Variasiya isə oyunların müxtəlifliyi deməkdir. Hərəkətlərin müxtəlifliyi deməkdir. Sonra 39. İnsan deyir, dayandıqda və hərəkət zamanı deyir, vərdiş etdiyi bədən vəziyyəti olur. Fiziki inkişaf və fiziki tərbiyə prosesində formalaşan nədir? Təbii ki, qamətdir. Qamət insan dayandıqda istərsə hərəkət zamanı fiziki inkişaf prosesində olur, həm də fiziki tərbiyə prosesində formalaşır. Bu, qamətin açıqlamasıdır. 40. Deyir, fiziki üçün təsirlə yaranan və orqanizm iş qabiliyyətinin azalması ilə müşahidə olunan vəziyyət nədir? Mən bu günlərin burada hərəkət edirəmsə, danışıramsa, enerji itirirəm. Və enerji itirməyin qarşısında nə olurlar mən? Yoruluram. Təbii ki, əgər fiziki üçün təsir ilə yaranan və orqanizm iş qabiliyyətinin azalması ilə müşahidə olunan vəziyyət isə müəllimlər nə olacaq? Yorulma. Bunun da açıqlaması cavabı olacaq yorulma. Üzr istəyirəm. 41. Deyir, güclü sürətli oyanma və tormozlanma proseslərinin mütənasib olduğu müvazinətli sinir tipi hansıdır? Ümumiyyətlə, müəllimlər, fiziki tərbiyyədə 4 temperament tipi var. Sanguinik, xolerik, flegmatik, melanxolik. Bunlardan ikisi, müəllimlər, müvazinətlidir, ikisi isə müvazinətsizdir. Müvazinətli olanlar sanguinik və flegmatikdir, müvazinətsiz olanlar isə xolerik və melanxolik. Ən zəif müvazinətsizi soruşsa bizdən, deyəcək melanxolikdir. Amma ən yaxşı sürətli müvazinətini soruşsa, bunu sanguinik deyəcək. Burada da güclü sürətli oyanma və tormozlanma proseslərinin deyil, mütənasib olduğu müvazinətli sinir tipini soruşur. Təbii ki, cavab olacaq Y variantında olan sanguinik. Baxın burada. Sanguinik temperament tipi olacaq müəllimlər. Bu, Y variantı. 42. Deyir, insanın xoş əhval-ruhiyyəsinin öz gələcəyinə inamının qarşıya çıxması ehtimal olunan hər hansı çətinliyin dəf ediləcəyini deyir, əminliyin mövcudluğu deyir, hansı rifah formasına aiddir? Ümumiyyətlə, 3 rifah forması var. Var fiziki, var mənəvi, bir də var sosial rifah. Fiziki rifah deyəndə öz orqanizmdə orqanların sabitliyi deməkdir, müəllimlər. Sosial rifah insanın gələcəkdə yaxşı ailə şəraitinin, yaxşı işinin, yaxşı qazancının olması bu sosial rifahdır. Amma desək ki, əhval-ruhiyyə, öz gələcəyinə inam, gələcəkdə qarşına çıxacağı hər hansı bir problemin dəf ediləcəyinin əminliyin mövcudluğu düşüncədə formalaşırsa, müəllimlər, təbii ki, bu olacaq mənəvi rifah. Yəni, bu sualın cavabı Y variantı olacaq mənəvi rifah. Sonra 43. Deyir ki, fiziki tərbiyə dərsinin əvvəlində müəllim şagirdlərin boy çəki, nəbz vurğusu və ağciyərin həyat tutumu göstəricilərini deyir, ölçərək onların deyir, hazırlıq səviyyəsini müəyyən edir. Bu yanaşma ilə müəllim deyir, hansı qiymətləndirmə növündən istifadə edir?
Təbii ki, biz dərsin əvvəlində, tədrisin əvvəlində şagirdin ilkin bilik bacarığını yoxlanmaq məqsədi ilə, səviyyəsini ölçmək məqsədi ilə fiziki, funksional və yaxud da altı hərəkət qabiliyyəti diaqnostik qiymətləndirmə nəticələri ilə normativlər götürürsə, bu olacaq diaqnostik qiymətləndirmə. Təbii ki, bu sualın da cavabı D variantı diaqnostik qiymətləndirmədir. 44. Müəllim deyir, dərs ilinin əvvəlində deyir, şagirdlərin 30 metr qaçış, 3x10 metr məşq qaçış və 6 dəqiqəlik qaçış nəticələrinə əsasən onların hərəkət qabiliyyətlər səviyyəsini müəyyən edir. Təbii ki, müəllimlər 30 metr qaçışdır, 3x10 məşq qaçışıdır, 6 dəqiqəlik bu diaqnostik qiymətləndirmənin normativlərinə aiddir. Və görə bizdə nə istəyir? Hə, bu səviyyəni müəyyən edir və bu qiymətləndirmə deyir. Məqsədi nədir? Əsas məqsədi nədir? Təbii ki, tədris prosesinin istiqamətini müəyyən etməkdir müəllimlər burada. Yəni, müəllim tədris prosesinin istiqamətini müəyyən edir, ona uyğun öz dərsini quracaq. Bu da diaqnostik qiymətləndirməyə aid olan bir xüsusiyyət oldu. Baxalım 45-ə. Deyir, fiziki tərbiyə müəllimi diaqnostik qiymətləndirmə zamanı deyir, funksional inkişafı deyir, hansı göstəricilər əsasında müəyyəndir? Bəli, dedik axı, diaqnostik qiymətləndirmə 3 istiqamət üzrə aparılır. Fiziki, funksional və altı hərəkət qabiliyyət üzrə. Təbii ki, altı hərəkət qabiliyyət üzrə bilirsiniz ki, hər bir hərəkət qabiliyyətinin özünün diaqnostik qiymətləndirmə normativi var. Məsəl üçün, sürətdə 30 metr, dövzümlükdə 6 dəqiqəlik olsun, çeviklikdə 3-0 məşq qaçışlar olsun, 3-10 metr məşq qaçışlar olsun və s. Amma burada bizdən nə soruşur? Funksional inkişaf göstəricisini soruşursa, təbii ki, nəbz vurğusu və ağciyərin həyat tutumu olacaq. Amma boy və çəki desə, döş qəfəsinin qalınlığı, bu fiziki göstəriciyə aid olacaq. 45-ci sualda bizdən funksional inkişaf göstəricisini soruşduğuna görə cavab da C variantı olacaq. Nəbz vurğusu və ağciyərin həyat tutumu. Sonra 46. Deyir, müəllim hər dərs zamanı şagirdlərin estafet oyunlarda iştirakını, hərəkətlərinin icrasını və komanda daxilində davranışını müşahidə edir və qiymətləndirir. Bu hansı qiymətləndirmə növünə aiddir? Ümumiyyətlə, müəllim şagirdi izləyirsə, onun dinamikası haqqında müəyyən bir qənaətə gəlirsə, maksimum hərəkətlərin icrası zamanı qeydlər aparırsa, bu müəllimlər olacaq, belə deyək, formatik qiymətləndirmə. Yəni, formatik qiymətləndirmə bir akademik dərs saatında aparılır 45 dəqiqə ərzində. Şagirdin, belə deyək də, zəif tərəfini üzə çıxardır, həmçinin şagird fəaliyyətini izlənilir və şagirdi həm icra bacarığına görə, həm də davranış xüsusiyyətinə görə qiymətləndirir. Və bu qiymətləndirmədə müəllimlər qiymətləndirmə səviyyəsi və qiymətləndirmə meyarları üzrə aparırlar. Məsələn, qiymətləndirmə səviyyəsi 1, 2, 3 və 4-dür. Amma qiymətləndirmə meyarı isə 2, 3, 4, 5-dir. Yəni, qiymətləndirmə meyarın bir tərəfdən ənənəvi üsul kimi qiymət 2, 3, 4 və 5 kimi də deyə bilərik. Buna bənzər. Misal üçün, buna bir nümunə deyim. Deyək, şagird oyunlar, hərəkətlər, onların təyinatı haqqında tutaq ki, səthi məlumat verir. Burada qiymətləndirmə səviyyəsi 2 və qiymətləndirmə meyarı 3 olacaq. Və bu xüsusiyyətlərin hər biri müəllimlər formatik qiymətləndirmənin formasıdır, xüsusiyyətidir. 47-yə baxaq. Deyir ki, fiziki tərbiyə dərsində surət qabiliyyəti üzrə dərslər tamamlandıqdan sonra, bax, hər hansı bir hərəkət qabiliyyətdir. Tamamlandıqdan sonra müəllim həmin mövzu üzrə deyir, qiymətləndirmə aparır. Və bu qiymətləndirmə deyir, hansı növə aiddir? Yəni, hər hansı bir hərəkət qabiliyyət bitdikdən sonra müəllim həmin hərəkət qabiliyyət üzrə qiymətləndirmə aparırsa müəllimlər, bu olacaq kiçik summativ qiymətləndirmə. Ümumiyyətlə, summativ qiymətləndirmə 2 istiqamətə bölünür. Var kiçik summativ qiymətləndirmə, var böyük summativ qiymətləndirmə. Kiçik summativ qiymətləndirmə hər tədris vahidindən sonra və yaxud da deyə bilərik ki, hər hərəkət qabiliyyətdən sonra aparılan bir qiymətləndirmədir. Amma böyük summativ qiymətləndirmə isə ildə 2 dəfə aparılır və hər yarımilin sonunda, birinci yarımilin sonunda və ikinci yarımilin sonunda aparılır. Burada isə bizdə surət tədris vahidindən sonra əgər qiymətləndirmə aparırsa müəllimlər, təbii ki, bu kiçik summativ qiymətləndirmə olacaq. 48. Deyir, dərs zamanı müəllim şagirdlərə sağa dön komandası verir və onlar 90 dərəcə bucaq altında dönürlər. Bəli, doğrudur. Daha sonra deyir, yarım sola dön komandası verir. Bu halda ikinci dönmə neçə dərəcə ilə icra olunur? Təbii ki, 45 dərəcə. Ümumiyyətlə, yerində dönmələr müəllimlər 5 formada olur. Var sola dönmə, sağa dönmə, yarım sağa dönmə, yarım sola dönmə və geriyə dönmə. Sola dönmə ilə sağa dönmə ayrı-ayrıda hər biri 90 dərəcə bucaq altında icra olunur. Yarım sola, yarım sağa isə özləri isə ayrı-ayrılıqda hər biri 90 dərəcə bucaq altında icra olunur. Amma geriyə dönmə isə sol tərəfdən icra olunur və 180 dərəcə bucaq altında icra olunur. Bunları da bildik. Burada da müəllim əgər deyirsə ki, daha sonra yarım sola dön komandası verir və bu neçə dərəcə bucaq altında olur və dedik ki, yarım sola da, yarım sağa da hər biri ayrı-ayrı neçə dərəcədir? 45 dərəcə. Sualın cavabı da olacaq D variantı 45 dərəcə bucaq altında. 49. Deyir,
Dərs zamanı müəllim azad komandası verir və bir müddət sonra deyir, səhv etdiyini anlayır. Olmadı komandası verir. Bu halda deyir, şagirdlər hansı vəziyyətə qayıtmalıdır? Ümumiyyətlə, azad komandası odur ki, şagirdlər öz yerlərini dəyişmədən, yerlərindən çıxmadan, hər hansı bir ayaqlarını digər ayaqdan qismən aralayaraq və ya da dizlərini bir qədər bükərək sərbəst vəziyyətdə dayanmaq formasıdır. Müəllim də burada deyir, azad komandası verir. Sadəcə olaraq deyir, səhv etdiyini anlayıb olmadı komandasını verir deyir və bu halda deyir, şagirdlər hansı vəziyyətə qayıtmalıdırlar? Təbii ki, bundan əvvəlki vəziyyətə qayıtmalıdırlar. Yəni müəllim azad komandasından öncəki verdiyi komanda hansı idisə, şagirdlər hansı vəziyyətdə qalmışdılarsa, o vəziyyətə geri qayıtmalıdırlar. Və sualın da cavabı B variantında deyir ki, əvvəlki komanda ilə aldıqları vəziyyətə, yəni geri qayıtmalıdırlar. Və 50-ci sınavımızın 50-ci sualı sonuncu deyir, müəllim dərsin sonunda şagirdlərə 100 metr məsafəni maksimum sürətlə qaçmağı tapşırır və nəticələri qeyd edir. Edərək əvvəlki nəticələri müqayisə edilir. Bu zaman hansı bir metoddan istifadə olunur? Ümumiyyətlə, müəllim şagirdin hər hansı bir dinamikası haqqında qənaətə gəlirsə, onların belə deyək, fəaliyyətini izləyib qeydlər götürürsə, bu nəzarət metodu olacaq müəllimlər. Metodların içərisində nəzarət metodudur ki, müəllim şagirdin dinamikası haqqında müəyyən qənaətə gəlir, maksimum intensivdə yerinə yetirilən hərəkətləri qeyd edir. Müəllimlər, ümid edirəm ki, bizim bugünkü 50 sualdan ibarət olan sınavımızın izahı müəllimlərə çox köməkli olacaq və belə sınavlarımız, belə izahlarımız bizim hər ay və davamlı şəkildə olacaq. Uğurlar arzu edirəm hər bir müəllimə imtahanlarında.